Dostlar, Alperen TV'mize hoş geldiniz. Bugün sizinle bayraklarımızın rənginin mənasını öyrənəcəyik. Qardaşım, bilirsən bayrağımızın rənglərinin mənası nədir? Yox, gəl birlikdə öyrənək. Dostlar, öncə bilirsiniz ki, təbii ki də bayrağımızın 3 rəngi var. Mavi, qırmızı, bir də yaşıl. İndi birinci mavidən başlayırıq. Qardaşım, mavi rəng nəyimizi bildirir deyil? Nəyimizi? Türkçülüyümüzü bildirir. Təkrar deyək, Türkçülüyümüzü bildirir. Qırmızı rəng təbii ki də müasirliyimizi bildirir. Yaşıl rəng sonuncu isə təbii ki də İslam dinimizi bildirir. Bir də təkrar deyək, İslam dinimizi bildirir. Bir də təkrar İslam dinimizi bildirir. Dostlar, indi siz bizə abunə olun ki, çoxlu digər videolarda sizə qəşəng dərslər və qəşəng yeni məlumatlar göndərək. Bizə bəyənin və abunə olun.